Salam. Baxırıq günün informatika suallarından 56-cı sualın izahına. Deməli, Python-a aid belə bir sual nümunəsi verilmişdi. A dəyişəninə belə bir tam ədəd daxil olunmuşdu. B dəyişəninin qiyməti STR A-ya bərabərdir. Yəni, STR nə üçün istifadə olunurdu? Verilmiş ifadəni sətir tipinə çevirmək üçün. Yəni, belə bir tam ədədi sətir tipinə çevirəcəyik. Olacaq dırnaqda 3, 4, 5, 6, 7, 2, 1 ifadəsi. Artıq riyazi ədəd deyil. Daha sonra şərtimizə baxırıq. Şərtdə bizə nə deyir? Len B-nin 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirmi? Len nə edirdi? Len gedirdi, sətrin daxilindəki elementlərin sayını tapırdı. Sətrin uzunluğunu tapırdı. Yəni, sətrin daxilində neçə dənə element var? 2, 4, 6, 7 dənə element var. Len B-ni tapdıq 7. İndi deyək ki, 7-nin 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirmi? Deyirik, yox. O zaman ifə yox dedirsə düşürük else-yə. Else-nin daxilindəki əməliyyatı yerinə yetiririk. Burada C bərabər B, bunu olduğu kimi yazaq. Len B bizdə nəyi verirdi? 7-ni. 7-nin 2-yə bölünməsindən alınan tam hissəsi. Bu bizə nəyi verəcək? B 3-ü vermiş olacaq. Deməli, C-yə B3 qiyməti mənimsədiləcək. B3-cü element hansıdır? 0, 1, 2, 3. Aha, deməli, C-nin qiyməti dırnaqda 6 alınmış olacaq. Baxın, 3-cü element bizdə 6-dır ona əsasən. C oldu bizdə dırnaqda 6. İndi keçirəm növbəti sətrə. Burada K bərabər integer C. Yəni, integer C nə edəcək? Verilmiş sətir tipi tam ədəd tipinə çevirəcək. Yəni, olacaq 6, vurulmuş 2. Adi riyazi vurma nəticə olacaq 12. Gəlin, indi bunu Python-da yoxlayaq. Proqramımızı çalışdıraq. Aha, nəticəmiz bizdə 12 alınmış olacaq. Bu qədər.